Hörmətli müəllimlər, əziz məktəb yoldaşları və radio dalğalarımızın sadiq, səmimiyyət dolu dinləyiciləri. Məktəbimizin doğma səsi, hər birimizin mənəvi dünyasına yol tapan Gələcəyin İşığı FM radiosu bugün növbəti olduqca maraqlı və özəl bir buraxılışla efirdədir. Mikrofon qarşısında mənəm. Hər zaman olduğu kimi sizinlə ən xoş duyğuları bölüşməyə gələn dostunuz 7-ci B sinif şagirdi Aycan Rəhimli. Bugün təqvimimiz 9 iyun tarixini göstərir. Bugün dünyada bəşəriyyətin bir-birinə bağlayan ən nəcib, ən ali və ən sarsılmaz hisslərin birinə dostluğa əsr olunub. Bəli, bugün beynəlxalq dostluq günüdür. Dostlar, gəlin bir anlıq gündəlik dərslərimizin gərginliyini, imtahan qayğılarını və bitmək bilməyən qaçdıq-ovdunu kənara qoyaq. Dostluq nədir? Kimdir əsl dost? Çox vaxt deyirlər ki, dost insanın özünü seçdiyi, könül bağladığı ailəsidir. Həyat yolumuzu elə insanlar qarşımıza çıxar ki, onlarla eyni valideynlərin övladı olmasaq da qəlbimiz, düşüncələrimiz və arzularımız birdir. Dost, sən kədərlənəndə heç nə soruşmadan sədana səs verən, sevinəndə isə sənin uğruna özünkindən daha çox sevinən insandır. Əsl dostluq heç bir mənfəət güdmədən qarşındakı insanı sadəcə o olduğu üçün sevmək və ona təmənnasız dəyər verməkdir. Bugün bizə bir daha xatırladır ki, yanımızda bizi anlayan, hər çətin anımızda bizə dayaq olan bir dostun varlığı ən böyük mənəvi xəzinədir. Məktəb illəri isə dostluğun təməlinin qoyulduğu ən unudulmaz, ən saf və ən təmiz dövrdür. Bugün məktəb dəhlizində birlikdə qaçdığınız, tənəffüsdə bir tikə çörəyi, bir stəkan suyu bölüşdüyümüz, çətin tapşırıqların həllinə baş-başa verdiyimiz yoldaşlıqlar bəzən bütöv bir ömür boyu davam edir. Bəlkə də illər keçəcək, hər birimiz fərqli peşənin ardınca gedəcəyik, dünyanın müxtəlif yerlərinə səpələnəcəyik. Amma məktəb illərindəki o səmimi gülüşlərin və sadiq dostluqların istisi hər zaman ruhumuzu isidəcək. Dostluq həm də böyük fədakarlıq və vəfa deməkdir. Əsl dost sadəcə çətin günün dayağı deyil, o həm də sənin zirvələrə doğru addımını qısqanmadan dəstəkləyən, sənə hər zaman dürüst olan insandır. Əziz məktəb yoldaşlarım, bəzən dərslərin gərginliyinə yanımızdakı dostlarımıza bir çox sağ ol deməyi, onlara nə qədər dəyərli olduğunu hiss etdirməyi unuduruq. Bugün məhz o gündür. Bugün tənəffüsdə dostunuza əlini sıxın, ona gülümsəyin və varlığı üçün təşəkkür edin. Bəlkə bir müddətdir xırda bir anlaşmazlığa görə incik qaldığınız, küsdüyünüz bir yoldaşınız var. Gəlin bu beynəlxalq dostluq günündə bütün küsürlükləri kənara qoyaq. İlk addımı siz atın. Çünki bir dostu qazanmaq illər çəkir, amma onu itirmək saniyələrə sığar. Mükəmməl insan yoxdur, amma səmimi və sadiq dost hər zaman var. Bir-birimizin kiçik səhvlərini bağışlamağı bacaraq ki, dostluq zəncirimiz heç vaxt qırılmasın. Müasir dünyada birimizin texnologiyanın həyatımızı bürüdüyü bir zamanda dost kəlməsinin mənası biraz rəqəmsallaşıb. Amma unutmayaq ki, ekran qarşısında yüzlərlə izləyici bir nəfər real, səmimi dostun yerini heç vaxt verə bilməz. Asıl dost mesaj yazmaq deyil, göz-gözə gəlib susanda belə bir-birini ürəkdən anlamaqdır. Gəlin texnologiyanın bizi bir-birini uzaqlaşdırmasına icazə verməyək. Telefonları bir kənara qoyub dostumuzla canlı söhbət etməyin, birlikdə gəzməyin və həyatın dadını birlikdə çıxartmanın ləzzəti tam başqadır. Həqiqi dostluq həm də bir-birini daha yaxşıya doğru dəyişməkdir. Gəlin bir-birimizə kitablardan, elmdən bəhs edək, bir-birimizin inkişafına kömək olaq. Biz gənclər olaraq bu təmiz duyğunu qorumalı və gələcəyə daşımalıyıq. Dəyərli dinləyicilər, səmimiyyət və sevgi dolu radio buraxılışımızın sonuna gəldik. Sizinlə mən idim, məktəbimizin radio sədası və sadiq dostunuz Aycan Rəhimli. Gələcəyin İşığı FM radiosunun adından hər birinizə sarsılmaz dostluqlar, mehriban kollektiv və bir ömür boyu yanınızda olacaq sadiq yoldaşlar arzulayıram. Arzu edirəm ki, həyat yolunuzda hər zaman sizi düzgün yola çəkən, yıxılanda qaldıran və uğurlarınıza fəxr edən dostlarınız olsun. Unutmayın, dostu olan insan heç vaxt kasıb deyil. Beynəlxalq dostluq gününüz mübarək olsun. Növbəti görüşlərə qədər qəlbiniz dost sevgisi ilə döyünsün. Üzünüzdən təbəssüm eksik olmasın. Sağ olun, dostluqlara.